Balakən rayonunda dağ ətəyində mənzaralı yerdə, yəni gördüyünüz torpaq yerləşir. Arxa tərəfi dağlardır. Gördüyünüz irəlidə qoz bağıdır, şabalıt bağıdır. Yəni bağlardan sonra dağlardır. Mənzaralı yerdə yerləşir. Rayon səviyyəsindən hündürdə yerləşir. Hər cür bar verən meyvə ağaçları mövcuddur. Arxa tərəfdən birbaşa dağa, yəni meşəyə çıxışı var. Satışa çıxarılan torpaq dağların qoynunda yerləşir, çox hündürdə yerləşir. Gördüyünüz irəlidə Gürcistan dağlarıdır. Rayon səviyyəsindən çox hündürdə yerləşir. Mənzaralı yerdə yerləşir. 30 sotluq torpaq sahəsi. Su xətti, işıq xətti satışa çıxarılan torpağın tam qarşısından keçir. Yol çapdan kubik daş ilə hasarlanmış. Yol qapı qoyulmuşdur. $20 sot həyətyanı torpağı var, yəni həyətyanıdır təyinatı. Arxada o meşəyə düşən hissəsində qeyd etdiyim yerdə o yerdə, yəni pay torpaqdır. Hər ikisində kubçası var. Torpaq qeyd olunduğu kimi 20 sotlu həyətyanıdır. 20 sotu, yəni hər bir sotu 2500-dən təklif olunur. Yəni qiyməti 50.000 manata təklif olunur. Arxadayı 16 sot torpaq, yəni pula salınmayacaqdır. 16 sotu elə 20 sotun üzərində veriləcəkdir. Kubçalıdır, notarial qayda alqı-satqı edərək 20 sot həyətyanı, 20 sot torpağı alıb əldə edə bilərsiniz. Qeyd olunduğu kimi arxa tərəfi dağlardır, yəni məsafə arasında qoz bağıdır, şabalıt bağıdır və ön tərəfdəki dağlardır. Birbaşa dağa çıxışı var.